Hörmətli izləyicilər, sizlərə Nabranda, təbii ki bu zarafatdır, Binə qəsəbəsində, Ülvi İnşaat yolunda ideal bir dənə bağı bir göstərəm dostlar. 14 sotun içində 114 dənə meyvə çeşidi ağacı var həyətində. Bəlkə daha çox. Adını bilmədiyim meyvələr də var, hörmətli izləyicilər. 220 kvadrat monolit betondan ibarət. İkincisindən söz ola bilməz. Nömrə 1 deyərdim, hətta Binə qəsəbəsində proyekt evlərdən bir dənədir. Da yoxdur, yəni bir dənə budur. 2 mərtəbə, 2010-cu ildən tikilib. Sənədləri hər biri qaydasında, kommunallar qaydasında. Qardaş, evi nə qədər tərifləsəm kifayətsiz qalacaq. Kesə yaxşı təqdimata hissə tanış olaq. Hörmətli izləyicilər, sizlər üçün elə bir gözəl, ideal bir dənə bağı çıxarmışam. Qeyd etdiyiniz kimi dostlar, 14 sotun içində şəxsi tikili. 2 mərtəbə, alt üst beton kəmərdən ibarət, monolit beton, şəxsi özünə tikilmiş, köhnə modellərdən dəyərli izləyicilər. Keyfiyyətli materiallardan inşa edilib. Təkcə bu evin, belə deyim, təmirində istifadə olunan qum varı, o birbaşa Mingəçevirdən gətirilib, dəyərli izləyicilər. Belə qəşəng, səliqəli, möhtəşəm bir həyət yanı sahəsi, dəyərli müştərilər. Evimizin bisetka hissəsi. Evin harasından başlayayım bilmirəm, sözün nəsi mənasında, ev qutarmır. Belə qəşəyimizin bisetka hissəsi mövcuddur, dəyərli izləyicilər. İzləyicilər, bağ evimizin bisetka hissəsi, ev sahibi qışa hazırlıq görür, çox səliqəlidir həqiqətən. Bu stollardan bu dəqiqə ələ düşən deyil. O qədər keyfiyyətli materiallardan istifadə olunur ki, hörmətli izləyicilər. Nə qədər danışsam kifayətsiz qalacaq. Burada da bir dənə yay mətbəxi deyək həyətdə. Və videonu saxlamaq istəmirəm. Keçək hissə sizləri evlə tanış edeyim. Əlavə evimizin üzüm tutar hissəsi səliqəli bağlanıb. Gördüyünüz kimi qəşəng yeri tanıq döşəmə. Evimizin ön hissəsi qəşəng yerlənəcəyi. Həqiqətən adam bu həyətə girəndə elə bilirsən Qəbələnin hansısa bir turizm zonası olan rayonlarından birindəsən. Həqiqətən evin əsl mənasında çox idealıdır, hörmətli izləyicilər. 14 sotun içində 2 mərtəbə şəxsi tikili 220 kvadrat 6 otaq, hörmətli izləyicilər. Plus qara hissəsi də mövcuddur. Keçən inşallah vaxt itirmədən evlə də tanış olur. İzlər daxil olduqda evimizin belə geniş hol hissəsi mövcuddur. Və burada evimizin geniş bir yataq otağı yerləşir. Kombi sistemli evdə, hörmətli izləyicilər. Və burada bir geniş yataq otağı. Dostlar, evimizin avantajları, üstünlük cəhətləri çoxdur. Olduqca çoxdur. Evimizin sahətə qovşaq hissəsi. Burada bir dənə geniş yataq otağı. Dəyərli dostlar, bu evimiz hal-hazırda 70-80% əşyalarla bir yerdə satışdadır. Belə qəşəyimizin qara hissəsi mövcuddur və qalxan ikinci mərtəbə ilə də tanış olaq. İzləyicilər, daxil olduqda sol hissədə evimizin geniş bir qonaq otağı yerləşir. Burada evimizin bir dənə geniş yataq otağı, santral qovşaq hissələri ayrı-ayrılıqda. Burada da bir dənə evimizin geniş mətbəx hissəsi yerləşir. Bizim hörmətli izləyicilər, ikinci mərtəbədə yerləşən geniş bir qonaq otaq hissəsi. Və buradan da eyvana birbaşa çıxış dəyərli müştərilər çıxa biləcəm. Nəysə, buradan da eyvan hissəsi var, hörmətli izləyicilər, gördüyünüz kimi. Evimizin qiyməti ekranlarda qeyd olunacaq. Allah hər iki tərəfə xeyir versin. Buyurun, yolunuzu gözləyirik.